döyüşə. Cəlilabad rotası elə bil ki, burada hazırlanıb gedən bir nətərlər öyrədilmiş halda getmişdik. Biz getdik Şirin Mirzəyevin batalyonuna qoşulduq. Şirin Mirzəyevin batalyonuyla biz 7 kəndi azad elədik. Azad edəndən sonra 15-20 gün saxladıq. Saxlayandan sonra biz bu şərəfsizlər, bu erməni qəsbkarları bizə güc gələndə biz məcbur olduq ki, geri qayıdaq. Ağdam ərazisində. Ağdam, bəli, Ağdamın Sırxadan kəndində. Qayıdarkən məcbur olduq. Biz yenə həmən uşaqlar, həmən adamlarla eyni bərabər hüquqda olan uşaqlar olur. Eyni bərabər hüquqda. Düzdür, məsəl üçün, necə deyəlim, Mirzağa kişinin evinə gəlmişik, düzdür, anası ilə üzbə durmuşum. Mənə də durub baxıram, çətin gəlir. Danışmaq, anaya baxıram, çətin gəlir. Çətin gəlir danışmaq. Nəysə, bizə güc gələrkən, biz geriyə qayıdarkən, həmən prosesdə döyüşə, həmən uşaqlar eyni bir vəziyyətlə, igidliklə, qəhrəmanlıqla, bir-birinizi çıxarda, bir-birinizi gözləyə. Onlardan demək olar ki, 20 nəfəri çıxdı, 22-23 nəfəri çıxdı, qalan həmən o yerdə çıxmaması bəlli olmadı. Və o cümlədən də Mirza qardaşımız da, Tofiq qardaşımın yanında o hərbi dünyasını dəyişmişdi. Mən deyərdim ki, Tofiq qardaşımıza bir kəlmə desin, mən küfrədim. Buyur. Kədərli də olsa, özür istəyirəm, kədərli də olsa, bu bizə hər bir kəlməni eşitmək bir təsəlli vericidir, qəbulumuzdur. Siz elə şahidlər... Reallığı demək həqiqətən də çox gözəl bir qəbul edici bir şeydir. Bizi də sakitdir. Bəli. Afətli qardaş ətraflı danışdı və mən ətraflı bu danışdım. Rəhmətli ilə mən bir iki kəlmə danışım. Yəni, rəhmətli ilə biraz mən yaxın olmuşam çox belə. Yəni, nə mənada, belə tutub da xasiyyətimiz. Namaz qılan idi, indi kim yazmadadır. Bizim rotada da ləqabı vardı, molla deyirlər. Bəli, molla idi. Öyle ki, döyüş zamanı adam dostuna mənim yanımda. Döyüş gedə namazını qılırdı. Yəni, belə insan idi. İman əhliydi. Bəli. Yəni, mənim yanımda olur. O qaldı ki, o səhər, 15-i səhər olma hadisə. Döyüş başladı. Ermənilər nəsə gücdə möhkəm idi. Məlum idi, məsələ məlum idi. Bəli, biz atışa gəldik. Mən qısa danışam. Onu qrup mən çox danışa bilmərəm. Döyüşə gəldik. Rotada param oldu. Hərəbdə biz əsas uşaqlar bir yerdeydik. Gəldik o arkada bu kəndin içində bir yer var idi. Qaz tubası deyilən bir yer var idi. Orada bizim o Şükür hansı yöntem idi? Şükür, o da buradaydı. Andrevka'dan. Bəli, Andrevka'dan. Şükür vardı, o gaz tubası keçəndə onun kıçından vurdular. Elə bir yüngül. Elə döyüşə gəldik, orada yer var idi. Taxıllıq idi, sarı çiçəlik. Biz də biz gəldiyimiz yerdə ermənilər durmuşmuş. Orada düşdü Akrujeniya. Orada vurdular. Uşaqların demək olar ki, çoxun orada vurdular. Kəndin içərisində. Bəli, kəndin içi idi. Burada o yer var idi orada. Komandirimiz Əhməd Əliyev idi, mən idi, Müşfi vardı, leytinat. Rəhmətli Mahir vardı. O Mahir bizlə də öyleydi. Onlar ayrı idi. Sonra Naqalovka'dan intiqamı var idi Tahir. O yaralandı, onu mən çıxartdım. Məcnun vardı, Zopun kəndindən. Məcnundan kimi çıxartdıq. Asacığın kəndi. Onu çıxartdıq biz. Çıxartdıq, nə sözüm onda yox. Döyüşən vaxtı vardı, o üçün nəsə sakitləşdirir. Ermənilər bütün komandirlərin adını dedi, spesifiklə. Yəni o vaxt elə şeylər, o satqınçılıq belə deyək də, elə şeylər çox edəndən artıq. Nə şeylər gördük, satılırlar, o sana satılırlar, nəsə. Deməli, Əhməd idi, Müşfi idi, yan-yana idi. Rəhmətli də mənim yanımda. Rəhmətli Əhmədin bölümündə idi. Əhməd durdu bizə dedi ki, sürünün bu tərəf.